Azərbaycan Dövlət Dəniz Akademiyasında 2025-26-cı tədris ilinin məzunlarına həsr olunmuş məzun günü tədbiri keçirilib. Tədbirdə adanın rəhbərliyi, professor, müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən adanın rektor vəzifəsini icra edən Eldar Qocayev rəhbərlik etdiyi ilk məzun günü tədbiri olduğunu qeyd edib. O bildirib ki, bu ilkin məzunlar Azərbaycan dənizçilik təhsilinin 145 illiyi və adanın 30 illik yubileyi kimi əlamətdar bir dövrdə məzun olurlar. Eldar Qocayev məzunlara yüksək insani keyfiyyətlərə malik olmağı, vətənə sədaqətlə xidmət etməyi, ömrü boyu öyrənmə prinsipinə sadiq qalmağı, akademiya ilə əlaqəni kəsməməyi, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyi arzulayıb. Valideynlər adından çıxış edən Qafqaz İsmailov adda rəhbərliyinə və professor müəllim heyətinə tələbələrin yetişdirilməsinə verdikləri töhfəyə görə təşəkkür edib, məzunlara möhkəm can sağlığı və uğurlu karyera arzulayıb. Fakültə dekanları Rafiq Əsgərov və Elnur Abbasov öz çıxışlarında məzunları və onların valideynlərini təbrik edərək məzunların hər zaman ad ailəsinin ayrılmaz üzvü olaraq qalacaqlarını qeyd ediblər. Tədris proseslərinin təşkili şöbəsinin müdiri Əsədullah Süleymanov isə adda məzunlarının dünya sularında üzən gəmilərdə fəaliyyət göstərmə imkanlarına malik olduqlarını diqqətə çatdıraraq onları təbrik edib. Məzunlar adından çıxış edən Novruzov Ziya, Əliyeva Aynur, Musayev Fərrux və Soryajit Sajevan akademiya rəhbərliyinə və müəllimlərinə minnətdarlıqlarını ifadə edərək addada qazandıqları bilik, bacarıq və dostluqların gələcək həyatlarında mühüm rol oynayacağını bildiriblər. Tədbir çərçivəsində ümumi orta müvəffəqiyyət göstəricinə əsasən ixtisasları üzrə ən yüksək nəticə göstərən tələbələr adda rəhbərliyi tərəfindən fəxri məzun sertifikatları ilə təltif olunub. Tədbirin bədii hissəsində Azərbaycan və dünya musiqisindən nümunələr səsləndirilib. Məzunlar üçün müxtəlif intellektual və əyləncəli müsabiqələr, viktorinalar təşkil olunub, müəllim və tələbələrin iştirakı ilə maraqlı interaktiv proqramlar həyata keçirilib. Tədbirin sonunda tədrisin təşkili və idarə edilməsi üzrə prorektor İradə Süleymanova çıxış edərək məzunları təbrik edib, onlara gələcək peşə fəaliyyətində uğurlar arzulayıb. Məzun günü xatirə şəkillərinin çəkilməsi, simvolik açarın aşağı kurs tələbələrinə təqdim edilməsi, məzun zənginin səsləndirilməsi və məzunların ənənəvi olaraq papaqlarını göyə atması ilə başa çatıb. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.